Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Ümid edirəm yaxşısınız. Uşaqlar, bizim bugünkü mövzumuz deməli Damla Nəşriyyatdan deməli testlərin izahıdır 1-ci sinifdən. Bugünkü mövzumuz nağıllar aləmində 2 bölməsi olacaq. İndi isə gəlin testimizin izahına baxaq. Uşaqlar, gəlin görək bizdən nəyi soruşur. Hansı cümlədə etibar sözü böyük hərflə yazılmalıdır? Uşaqlar, etibar sözü haçan böyük hərflə yazılır? Bir cümlə başlayanda, yəni cümlənin əvvəlində gəlirsə və yaxud ikincisi əgər bir ad bildirirsə. Gəlin baxaq görək. Atam mənə etibar edir. Burada addan nə ad deyil burada etibar, nə də ki cümlənin əvvəlində gəlib. Ona görə də heç biri, deməli A variantı deyil. B-yə baxırıq. Mən də sirrimi dostuma etibar edirəm. Burada yenə sirri etibar etməkdən gedir. Burada da ad və yaxud cümlənin əvvəlində gələn şey yoxdur. Dostum etibar dərslərini yaxşı oxuyur. Amma burada artıq söhbət canlı adamdan gedir. Yəni insandan gedir. Yəni dost etibarından gedir. Ona görə yəni etibar adında dostdan gedir. Ona görə cavab C variantı olmuş oldu. Sual 2. Adında daha çox səs olan şəkil. Baxaq. Almada 4 səs var. Almada 4 səs var uşaqlar. Fincanda 6 səs var. Quşda 3 səs var. Bizdən soruşur, adında daha çox səs olan şəkil B variantı. Çünki 6 səs var. Sual 3. İşarələnmiş sözləri hansı ardıcılıqla yazsaq atalar sözü alınar? İgid ölər, adı qalar. Gəlin baxaq. İgid ölər, adı qalar. İgid. Yəni birinci gələcək mavi. Mavi ilə gələn elə A variantıdır. İgid ölər, adı qalar. Belə. Sual 4. Gəlin baxaq. Məntiqi ardıcılığı davam etdirin. Y, Ə, F, C, G. Uşaqlar bu nədir? Bu əlifbanın ardıcıl sıralanmasıdır. E, Ə, F, C, G. G-dən sonra da H gəlməlidir. Amma bizdə G-dən sonuna gələni soruşur. Cavab G, C variantı olmuş oldu. Sual 5. Xudafiz ifadəsini hansı ifadə ilə əvəz edə bilərik? Buyurun, sağ olun, dəyməz. Xudafiz uşaqlar görüşün sonuna yaxın deyilir. Görüşün sonuna yaxın buyurun deyə bilmərik. Görüşün əvvəlində buyurun deyə bilərik. Daha sonuna yox. Dəyməz də deyə bilmərik. Xudafiz sağ olun deməkdir uşaqlar. Cavab B variantı olmuş oldu. Sonuncu sualımız belədir. Dostlarımla imtihana getdim. Lalənin dediyi cümlə neçə hecandan ibarətdir? Gəlin baxaq. Dostlarımla. Burada 4 heca var. İmtihana. Burada da 4 heca var. Getdim. Burada da 2 heca var. Deməli, ümumi neçə hecədir? 10 heca eləmiş oldu. Cavab C variantı 10. Deməli, Lalənin dediyi cümlədə dostlarımla imtihana getdim. Belə. 10 heca olmuş oldu. Belə uşaqlar, bu günlük bu qədər. Mən sizə bu hissəni izah elədim. Deməli, nə idi? Nağıllar aləmində bölməsi idi. Sağ olun, salamat qalın. Gələn dərslərdə, gələn testlərin izahında görüşmək ümidi ilə. Hələlik.